Oruç tutmağın insan orqanizminə bir çox faydası var. Bəs görürsən oruç tutarkən bədəndə hansı proseslər gedir? Yeniavaz.com mütəxəssislərin bu sayədə apardığı araşdırmalar əsasında oruç tutarkən bədəndə baş verən prosesləri təqdim edir. Sonuncu yeməkdən 8 saat sonra bağırsaqlar istehlak edilən bütün qidaları tam həzm etdikdə orqanizm insanın oruç tutduğunu anlayır. Sonrakı mərhələdə orqanizm enerji ehtiyacını ödəmək üçün əzələlərdəki və qaraciyərdəki qlukozaya üz çevirir. Qlukoza tamamilə istehlak edildikdə bədəndə yığılmış yağlar enerji mənbəyi kimi istifadə olunmağa başlayır. Yağların enerji olaraq istifadəsi təkcə arıqlamağa yox, həm də xolesterol səviyyəsini tənzimləməyə kömək edir. Bədəndəki hüceyrələr sahurdan 12-16 saat sonra autofagiya adlı prosesə başlayır. Bu proses zamanı hüceyrələr parçalanır, həmçinin müəyyən vaxt ərzində əmələ gələn ölü və funksiyası pozulmuş zülallar çıxarılır, hüceyrələr yenilənir. Autofagiya nisbətinin artması xərçəng və Alzheimer kimi xəstəliklərin riskini azaldır. Bədən tədricən acılığa alışmağa başlayır. Ancaq 3-7 gün ərzində susuzluğa alışma prosesi hələ də davam edir. Bədənin normal funksiyalarını yerinə yetirmək üçün kifayət qədər su və maye olmadığı zaman baş verən dehidrasiyaya diqqət etdirmək lazımdır. Xüsusilə iftar və sahur arasında 2-3 litr su istehlak etməyə diqqət yetirilməlidir. Digər tərəfdən susuzluğa bağlı olaraq miqren tutmaları, quru dəri, qusma və böyrək problemləri yarana bilər. Orucun 8-ci günündən başlayaraq orqanizm oruc tutma sisteminə tam uyğunlaşmağa başlayır. Normal vaxtlarda çox kalorili qidalar qəbul etdikdə bədənimiz əhəmiyyətli funksiyaları yerinə yetirə bilmir. Lakin orucun 8-ci günündən etibarən bu vəziyyət yenidən tarazlaşmağa başlayır və orqanizm özünü yeniləməyə başlayır. Ramazan ayının ikinci yarısından başlayaraq bədənimiz bioloji və psixoloji olaraq gün ərzində acılığa tam uyğunlaşır. Bu mərhələdə bədəndə detoksifikasiya prosesi başlayır. Qaraciyər, böyrəklər, bağırsaqlar, bir sözlə bütün orqanlar bu 2 həftəlik müddət ərzində ən yüksək gücü ilə işləyir və orqanizm tədricən toksinlərdən təmizlənir. Bundan əlavə diqqətimiz, yaddaşımız və enerji səviyyəmiz yenidən güclənir. Yaşlanma ilə yanaşı bir çox xroniki xəstəliklərə səbəb olan oksidləşdirici stressə qarşı orqanizmin müqaviməti artır.